Bilirik ki, 80-100 milyard arası neyron var beyində və 100 trilyona yaxında bir sinaps bağlantıları var. Və biz informasiya emal elədikcə, nəyisə öyrəndikcə, məlumatı biliyə əldə elədikcə, orada o sinaps bağlantılarının, o sintezlərin sayı belə deyək, çoxalır və sənin qərar vermə, baxış bucağın artıq belə deyək də daha da zənginləşir. Bu, deyək ki, sadəcə öz dilində, məsələn, lüğətində toplamda 1500-2000 söz olan bir insan düşünün. Bir də deyək ki, 5 dil bilən və hər dildə bir 10.000-15.000 sözlə düşünən insan düşünün, müqayisə edək. Ki, təbii ki, birində sinaps bağlantıları daha çox olacaq. Burada qərar vermə zamanı və yaxud da ki, hadisələrə yanaşma zamanı həmin bu sinaps bağlantılarını, yəni bilikli bir insanla biliksiz bir insanın arasında nə qədər böyük fərq var? Bu fərq nə qədər əhəmiyyətlidir? Təbii ki, oxumuş adam, bilikli adamlar arasında bu sinaps bağlanmaları daha rahat əmələ gəldiyi üçün, bunlar daha zəngin olduğu üçün, onlar yaşamaq uğrunda mübarizədə qalib gəlmək şansı daha çoxdur.